Salam, hörmətli tamaşaçılar. Elmuz TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Elm və Təhsil Mədəniyyət Komitələrinin üzvü millət vəkilimiz Şahin Seyidzadədir. Salam Şahin müəllim, xoş gəlmisiniz. Salam İlk, salam, çox sağ olun. Şahin müəllim, bilirsiniz ki, yanvarın 7-sində cənab prezidentimiz yerli telekanallara müsahibə verdi. Və müsahibədə 2024-cü ilin sosial-iqtisadi yekunları, yaxın şərqdəki proseslər, Ermənistanla sülh müqaviləsi və digər aktual mövzulara toxundu. İstəyərdim ki, öz münasibətinizi bildirəsiniz. İlk növbədə dəvətə görə təşəkkür edirəm. Ümumiyyətlə, bütün müsahibəni təklif edəndə ayrı-ayrı mesajlardan savayı ümumi bütün müsahibəni təklif etmək düzgün olardı. Bir, açıq, birbaşa, kifayət qədər Azərbaycan xalqının, millətin, Azərbaycan dövlətinin maraqları çərçivəsində və milli, regional və qlobal reallıqdan irəli gələrək bir mövqe idi. Bu mövqe ancaq Azərbaycan auditoriyası kimi yox, həmçinin bizim qonşu auditoriyaya bir mesaj idi. Eyni zaman bizim bölgənin olan, maraqlı olan ölkələrin və beynəlxalq təşkilatların. Yəni, bu elə bir 2025-ci ilin bir anonsu idi və müsahibənin tarixi də sadə bir tarix deyildi. Əgər siz müşahidə etsəniz, müsahibədən sonra həm İran dövlətinin rəsmi nümayəndəsi, həm Avropa Birliyinin rəsmi nümayəndəsi Bakıya səfər edir. Sözsüz səfər haqqında məlumat öncədən də var idi və lazım olan mesajların məhz görüşə hazırlıq məqsədi ilə və görüşdə bəlkə açıq şəkildə demək mümkün olmadığı məqamları belə bir müsahibə vasitəsinin çatdırılması. Eyni zaman yanvarda yeni seçilmiş Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın inaqurasiya öncəsinə Amerika dövlətinə bir Azərbaycanla əməkdaşlıq etməyi və Azərbaycan bu əməkdaşlığa hazır olmasını bildirilməsi bir mesajı idi. Yəni, ilin əvvəli yeni iş günü, ancaq ilk iş həftəsi və cənab prezident həm Azərbaycan auditoriyasına, həm də digər beynəlxalq auditoriya lazım olan mesajları sağlar və Azərbaycanın hansı prinsiplərini, hansı dəyərlərdən irəli gələr çıxış etməsini çox aydın şəkildə göstərir. O ki, qaldı mesajlar həm Azərbaycan daxili siyasətinə görə, həm bəlkə münaqişənin isti fazası keçib, amma o soyuq müharibə fazası davam olunur və bu silahların əldə etməsindən başlayaraq hələ sülh sazişinin bağlanmamasına qədər qeyd etmək olar. Eyni zaman Azərbaycan müxtəlif beynəlxalq platformalarda və beynəlxalq təşkilatlarda mövqeləridir. Bəli, və eyni zamanda dövlət başçımızın Ermənistana və onun havadarlarına ifadə edir xəbərdarlıqlar fonunda Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı 2025-ci il proqnozları nədən ibarət idi? Azərbaycan son 4 il ərzində müxtəlif təşəbbüslərlə çıxış edib. Ermənistan tərəfindən hər hansı bir təşəbbüslərin çıxış etməsini biz müşahidə edə bilmirik. Yəni, bütün proseslərdə ilk addımı edən bizik. Təzyiq gözlədən də bizik. Təklif edən də bizik, təşəbbüskar da bizik, müxtəlif modelləri irəli sürən də bizik. Ermənistan sadəcə buna müxtəlif reaksiya göstərir. Müdafiə reaksiyası, razılıq reaksiyası və s. Buna görə Ermənistana 2025-ci ildən konstruktiv hansısa bir təşəbbüs institusional olaraq, sistemli olaraq konstruktiv bir təşəbbüs gözləmək, mən onun olmazdım optimum. Ona görə ki, Ermənistan dövlət olaraq özü müxtəlif prosesləri özünü cəlb edir. Elə yeni bir məlumat çıxır ki, Ermənistan dövlətinin Nazirlər Kabineti artıq müzakirə edir Ermənistanın Avropa Birliyinə qəbul olması. Yəni, bölgədə olsun Ukrayna modeli, olsun Moldaviya, olsun digər Avropa Birliyə İsrail olan ölkələrin müxtəlif inkişaf modellərini biz görürük və reallıq göz qabağındadır. Ona görə Ermənistan özü dövlət olaraq hələlik seçim qarşısındadır və bu fonda çox tez bir şəkildə konstruktiv olaraq münasibətləri düzəltmək amma lakin onu da biz qeyd etməliyik ki, Azərbaycan dövləti öz mövqeyini masanın üzərində qoyub və öz mövqeyini də axırına gedəcək. Bəli, və
Azərbaycan müstəqil dövlətdir, qalib dövlətdir, öz siyasətini özü yürüdən dövlətdir və belə bir dövləti də Avropa Birliyi sevmir. Dövlət başçımız həm də Azərbaycanın İslam dünyasında artan roluna diqqət çəkdi, D8-ə. Bəli, onun tarixçəsini qeyd elədi ki, yəni 30 il ərzində həm 44 gün müharibə zamanı İslam ölkələrin və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda olan dəstəyi və eyni zaman qarşılıqlı olaraq Azərbaycanın müxtəlif İslam ölkələrlə bağlı olan qərarlarda Azərbaycan mövqeyinin mövcudluğu və dəstəyi onu qeyd elədi və onun nəticəsi olaraq D8, yəqin ki artıq D8 yəni ki formatında bəlkə başqa bir adam, D8 beynəlxalq təşkilatlar 30 il fasilədən sonra yenidən bir yeni üzvü qəbul olunmasında ancaq məsələn Azərbaycan dövləti, bu Azərbaycan dövlətin tək D8-ə görə ümumiyyətlə bütün İslam ölkələrinin olan nüfuzu haqqında söyləyir. Yəni Azərbaycan bir tərəfdən İslam ölkəsidir, digər tərəfdən İslam dini dövlətin idarə etməsi bir parçası deyil və müasir milli dəyərləri, milli ənənələri saxlamaqla müasir tendensiyaya yəni bir ölkədir. Yəni Azərbaycan nümunəvi bir ölkədir ki, harda o balansı saxlaya bilir. Bir tərəfdən dini, milli ənənələri, milli adətləri və digər tərəfdən də biz reallıq var, dünya qloballaşır, müxtəlif tendensiyalar əmələ gəlir və Azərbaycan məhz bu balansı saxlayır. İki tərəfli əməkdaşlıq var, regional əməkdaşlıqlar var. Azərbaycan İslam dünyasında çox vacib və mühüm bir oyunçudur və D8-ə qəbul olması bunu növbəti bir sübutu edir. Azərbaycan həm də COP29-un ev sahibi kimi böyük nüfuz qazandı. Eyni zamanda Prezident İlham Əliyevin toxunduğu mövzulardan biri də bu idi ki, həmin komissiyanın prezidenti, COP29 komissiyanın prezidenti Azərbaycanda ilk COP2 iştirak etmədi. Avropa Komissiyası. Bəli, Avropa Komissiyasının prezidenti. Bəli. Bununla bağlı cənab prezident çox aydın şəkildə söylədi. Bəlkə də bundan öncə söyləmədiyi bir fikirlər söylədi ki, danışıqlar gedirdi. İlk öncə razılığını bildirmiş ki, son məqamda yəni ki, imtina elədi gəlmək. Birinci sual COP29 kimə lazımdır? COP29 ancaq Azərbaycan dövlətinə görə lazımdırsa, onda digər ölkələrin ölkə rəhbərləri Bakıda nə edirlər? COP29 qlobal dünyaya lazımdırsa, onda Avropa Komissiyası və onun rəsmiləri bu mövqeyi qəbul etmirmi? Nədən iştirak etmədilər? Yəni, onların iştirak etməməyi daha çox bir qeyri-diplomatik idi. İkinci, kifayət ki, cılız idi. 3, COP28-də iştirak edirsən, COP29-da iştirak eləmirsən, COP30-da da yəqin ki, iştirak edəcəksən ki, ona görə ki, Azərbaycana qarşı olan bir mövqe idi. Əgər COP-u qəbul edirsənsə, amma Azərbaycan qəbul etmirsənsə, deməli, bu açıq şəkildə sən nümayiş edirsən ki, Azərbaycan dövlətini sən və Azərbaycan dövlətinin bir COP ev sahibliyini, mövqeyini sən qəbul. Amma bu mövqe Azərbaycan qərarı deyildi. Bu qlobal səviyyədə olan verilən bir qərar idi və bu qərara uyğun olaraq Azərbaycan uğurlu COP29-u keçdi. Yəni sual odur ki, kim daha çox uduzdu ki, Avropa Komissiyasının rəsmisi Bakıda deyildi. Və cənab prezidentimizin verdiyi əsas mesajlardan biri də soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı idi, Zəngəzur dəhlizi ilə bağlı idi. Bu çox vacib bir məsələdir. Çox aktual bir məsələdir. Burada bir neçə məqamları mən xüsusi qeyd etmək istəyirəm. Birinci, Ermənistan tez-tez Qarabağın erməni icmasının anlayışını qaldırır və bu faktı bildirir. Amma onu da unutmaq lazımdır ki, hal-hazırda erməni milli olan insanlar və artıq daimi yaşayış məkanında Azərbaycan dövləti seçmiş insanlar, vətəndaşlar mövcuddur və bugün onlar Xankənddə yaşayırlar. Yəni, Ermənistan Qarabağın erməni icmasının məsələsini qaldıranda biz eyni zamanda Ermənistanın Azərbaycan icmasının məsələsini qaldırmalıyıq. Ona görə ki, hər şey ədalətli və bərabər olmalıdır. Biz öz qapılarımızı açmışıq. Bugün Xankənddə yaşayan ermənilər Azərbaycan qazını alır, Azərbaycan işığını alır, Azərbaycan sosial müavinətini alır və Azərbaycan qayda qanunlarla yaşayır və tam olaraq Azərbaycan vətəndaşlığın bütün vəzifələrinə, bütün hüquqlarına malikdir. Eyni bərabər təklifini Azərbaycan dövləti də eləyir ki, vaxtı ilə Ermənistandan qovulmuş
və artıq illərlə yəni ki öz torpaqlarını, öz valideynlərinin, öz nəslinin qəbirlərini görməyən, öz doğulmuş kəndlərini görməyən Azərbaycanlılar, soydaşlarımız ora qayıtmaq istəyirlər və xüsusi olaraq getirmək istəyirəm ki, Azərbaycan prezidenti onu da qeyd edir ki, siz bu haqda düşünəndə həm də onların təhlükəsini görmək, ona görə ki, biz Azərbaycan yaşayan ermənilərin təhlükəsini qoruyuruq. Biz təklif edirik ki, onlar Azərbaycan pasport vətəndaşını qəbul edir, Azərbaycan pasport alsın. Bizim də Azərbaycan soydaşlarımız hazırdır Ermənistanın pasportunu almağa. Yəni bu bərabər, tamamilə ədalətli və eyni mövqeli bir fikirdir və bizim Azərbaycan dövlətimizin hal-hazırdakı gündəliyimizdə bu mövzunun mövcudluğu çox aktualdır, çox vacibdir. Ona görə ki, biz artıq çox vacib bir missiyanı yenidirmişik dövlət olaraq, cənab prezident başda olmaqla, artıq işğaldan azad olunmuş ərazilər bərpa olunub. Növbəti bir missiyamız, növbəti bir hədəfimiz məhz Qərbi Azərbaycandan, yəni indi hüquqi cəhətdən Ermənistandan, amma reallıq, tarixi hamı çox gözəl bilir. Yəni o soydaşlarımızı öz doğma torpaqlarına qaytarılması. Biz burada heç bir ərazi ambisiyamız yoxdur. Burada hal-hazırda Ermənistanın hansı bir ərazisini işğal etməsindən söhbət getmir. Söhbət gedir ki, sadəcə bir mikrolar, yəni Ermənistan onu qəbul etməlidir ki, Ermənistan uzun müddətli monomilli bir ölkə kimi fəaliyyət göstərə bilməz. Ona görə ki, dövlətlər o zaman inkişaf edirlər ki, onlarda müxtəliflik mövcuddur. Yəni bugün Ermənistan sağda bir qonşu türkdür, solda bir qonşu türkdür. Hər ikisinə bir nifrət hissi var. Bu məsələ uzun müddətli çəkməz və Ermənistan çox yaxşı başa düşməlidir. Hər hansı bir inkişaf ilk növbədə ətrafdakı qonşularla münasibətlərini düzəltməsindən başlayır. Və artıq addım Azərbaycan dövləti edir və cənab prezident bir köməkçi bir mesajı da göndərir Ermənistan dövləti. Bizimkilər hazırdır görüşmür və siz hazırsınız. Yəni ki, indi növbəti addım sözsüz Ermənistan dövlətlərində. Düzdür, Ermənistan dövləti müxtəlif baş nazir və müxtəlif rəsmi şəxslərin simasında cənab prezidentə verdiyi müsahibəyə dair öz reaksiyasını göstərdi. Bu da biraz qeyri-peşəkardır, peşəkarlıqdır. Birincisi, hər bir müsahibəni belə reaksiya göstərmək düzgündür. İkinci, hər hansı bir məsələni biraz araşdırıb, biraz gözləməklə hansı bir başqa bir formada. Amma hiss olunur ki, Ermənistanda xalq-arzu idarə etmədə və qərar verməkdə emosiyalar daha çox soyuqqanlı, məntiqi, yəni ki, üstəliyir və burada Ermənistandan lazımdır gözləmək hansı bir addımlar. Amma yenə də onu təkrarlamaq istəyirəm. Necə 4 il ondan öncə, son 4 il ərzində, yəni müharibə, ikinci Qarabağ müharibəsi bitəndən sonra bütün təşəbbüslər, bütün təkliflər Azərbaycan dövlətindənsə, bu da növbəti bir təklifdir ki, Ermənistan rəhbəri zəhmətli olsa Azərbaycan soydaşlarımıza, Azərbaycan, amma Ermənistandan olan Azərbaycan soydaşlarımızı qəbul edir və onların dərdlərini eşidir. Yəni, hazırsanmı buna? Yəni, həm hə cavabı ola bilər, həm yox cavabı olar, amma biz artıq öz addımımızı etmişik. Və Zəngəzur dəhlizi mütləq açılmalıdır, cənab prezident onu xüsusilə vurğuladı. Və Şahin müəllim, eyni zamanda 2025-ci ili cənab prezidentimiz konstitusiya və suverenlik ili elan etdi. İstərdim biraz da bundan danışaq. Bu Azərbaycan dövlətinin ana sənətidir və bu dövlətin bir institut olaraq bir növrəsidir və hansı bir sahə yoxdur. Bildiyiniz kimi suverenliyin bərpa olmasının 5 illiyi, yəni ki, ikinci Qarabağ müharibəsinin bitməsinin gələn biz 5 ilini qeyd edəcəyik. Konstitusiyanın da yubileyini qeyd edəcəyik, yəni konstitusiyanın yaradılmasını. Yəni ona görə bu bir mesajdır ki, Azərbaycan tam olaraq suverendir və bunu artıq bütün il ərzində qeyd edəcək və sözsüz bunu kommunikasiyada, müxtəlif press-rəsələrdə, müsahibələrdə, müxtəlif bununla bağlı məktəblər üçün, universitet tələbələr üçün, müxtəlif beynəlxalq təşkilatlar, yerli təşkilatlar, yəni bu mövzunu daim eşidəcəklər və bu mövzunun ətrafında digər lazım olan mesajları eşidəcəklər. Bu da çox vacibdir. Ona görə yəni cənab prezident çox vacib bir qərar verdi və
dövlətin Azərbaycan xalqına çox vacib mesaj göndərdi ki, biz kifayət qədər yetkin, kifayət qədər artıq ayaq üstə gəzən və suverenliyimizi bərpa edən ölkədəyik. Çox böyük sualdır ki, nədir ki, bu digər ölkələr və digər beynəlxalq təşkilatlara oxşu gəlir, amma o demək deyil ki, Azərbaycan dövləti öz gündəliyini icra etməməlidir. Bəli, haqlısınız. Təşəkkür edirəm və güclü Azərbaycan, güclü siyasətçisi var, güclü prezidentimiz var və biz prezidentimizlə fəxr edirik, qürur duyuruq. Sizə təşəkkür edirəm, Şahin müəllim gəldiniz. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, E-News TV-nin vətəndaş mövqeyinin qonağı millət vəkili, elm və təhsil və mədəniyyət komitələrinin üzvü Şahin Seyidzadə idi.